Salam. Bugün sizinlə çox vacib bir məsələni müzakirə edəcəyik. Mühərrikin həddindən artıq isinməsi. Əlimizdəki mənbələr, texniki, yazılar, forum müzakirələri göstərir ki, bu heç də köhnə maşınların problemi deyil. Elədir. Yeni, hətta bahalı avtomobillərdə də rast gəlinir. Və demək olar ki, həmişə səbəb soyutma sistemində olur, elə deyilmi? Bəli, əsasən odur. Ya nasazlıq olur, ya da, necə deyim, baxımsızlıq. Əlamətləri də yəqin çoxları bilir. Mühərrik qızır, cihaz panelində göstərici qalxır. Hə, o qırmızı zona, sonra qaynayan antifriz qoxusu gələ bilər, kapotun altından buxar. Düzdür. Xüsusilə də, bilirsiniz, isti havada tıxazda qalanda bu risk daha da artır. Mənbələr bunu təsdiqləyir. Gəlin əvvəlcə temperaturdan danışaq. Normal işləmə temperaturu nə qədər sayılır və haradan bilmək olar? Yaxşı sualdır. Əksər müasir mühərriklər üçün təxminən 95-105 dərəcə Selsi normaldır. Baxın, köhnə maşınlarda panelin üstündə əqrəbli göstərici olur. Hə, onu xatırlayıram. Amma təzə modellərdə bəzən bu məlumat bord kompüterin dərinliyində olur. Ya da heç olmur. Ancaq problem yarananda xəbərdarlıq işığı yandır. Ona görə hərdən nəzər salmaq çox vacibdir. Mənbələrdə antifrizin keyfiyyəti də çox vurğulanır. Niyə bu qədər önəmlidir? Adi olmaz ki? Yox, qətiyyən. Antifrizin əsas işi yüksək temperaturda qaynayıb buxarlanmamaqdır. Ucuz, keyfiyyətsiz mayələr var ki, qaynama nöqtəsi aşağıdır. Yəni, ağır şəraitdə, məsələn, yoxuş qalxanda və ya isti havada? Bəli, elə o zaman öz işini görə bilmir. Qaynamağa başlayır və salam, mühərrik qızır. Keyfiyyətli antifriz həm də, bilirsiniz, sistemi paslanmaqdan, korroziyadan qoruyur. Qışda donmur. Aydındır. İndi təsəvvür edək ki, ən arzu olunmaz hal baş verdi. Maşın qızır. Mənbələrdə çox qəribə bir ilk yardım üsulu var deyəsən. Hə, var. Çoxları təəccüblənir. Deməli, dərhal maşının peçini, yəni salon qızdırıcısını maksimum istiyə və gücə qoymaq lazımdır. Peçim, isti havada. Bəli, bəli. Məntiqi belədir. Salonun radiatoru da soyutma sisteminin bir hissəsidir. Onu işə salanda siz əslində mühərrikdən əlavə istilik götürüb salona verirsiniz. Bu, əlbəttə müvəqqəti həldir, amma təhlükəsiz yerə çatmaq üçün bir neçə dəqiqə qazandıra bilər. Maraqlıdır, həqiqətən. Yaxşı, maşını saxladıq təhlükəsiz yerdə. Sonrakı addım nədir? Ən əsası dərhal mühərriki söndürmək və kapotu açmaq ki, hava dəysin, tez soyursun. Amma burada çox vacib bir məqam var. Bütün mənbələr xəbərdarlıq edir. Nədir o? Heç vaxt, baxın, heç vaxt qaynar mühərrikin genişləndirici qabının, yəni antifriz bakının qapağını dərhal açmayın. Orada təzyiq çox yüksək olur. Aydındır, fışqıra bilər yəqin ki. Xışqırıb çox pis yandıra bilər. 100 dərəcədən isti maye idi. Forumlarda çox pis hallar yazılıb bununla bağlı. Ona görə mühərriki söndürüb ən azı 15-20 dəqiqə gözləmək lazımdır, bəzən daha çox. Bəs bunun qarşısını almaq üçün nə edə bilərik? Profilaktika üçün sadə bir şey varmı? Əlbəttə. Ən sadəsi vaxt aşırı, məsələn, yanacaq dolduranda, amma mütləq soyuq mühərrikdə antifrizin səviyyəsini yoxlamaq. Genişləndirici qabın üstündə işarələr olur. Minimum və maksimum. Hə, görmüşəm. Əgər aşağıdırsa? Əgər aşağıdırsa, eyni markadan, eyni rəngdə antifriz əlavə etmək lazımdır. Mənbələrdən birində mühərrikin təmizliyindən də danışılırdı, yəni fiziki təmizlik. Bunun nə əlaqəsi var ki? Var, əlaqəsi var. Baxın, mühərrikin üstü qalın toz, palçıq, yağ təbəqəsi ilə örtüləndə o istiliyi yaxşı kənarlaşdıra bilmir. Elə bil üstünə ədyal örtmüsünüz. Yəni təmiz mühərrik daha sərin işləyir. Bəli, bir neçə dərəcə fərq edə bilər. Kritik vəziyyətdə bu bir neçə dərəcədə həlledici ola bilər. Ona görə arada mühərriki yudurtmaq pis fikir deyil. Yaxşı, belə bir vəziyyət. Yoldasınız, antifriz səviyyəsi aşağıdır, amma yanınızda antifriz yoxdur. Nə etməli? Mənbələr nə deyir? Belə kritik vəziyyətdə çox mənbə deyir ki, müvəqqəti olaraq distillə edilmiş suya əlavə etmək olar. Ən pis halda adi təmiz su. Amma bu sadəcə müvəqqəti həldir, yəni servisə qədər çatmaq üçün. Niyə müvəqqəti? Çünki suyun qaynama temperaturu aşağıdır, antifriz kimi deyil. Həm də korroziyadan qorunur. Və ən əsası qış yaxınlaşırsa, su donub sistemi partlada bilər. Ona görə ilk fürsətdə mütləq sistemi yuyub keyfiyyətli antifrizlə əvəz etmək lazımdır. Aydındır. Bəs əgər bütün bunları etdiniz, amma mühərrik hələ də qızırsa, ya da antifriz yerindədir, amma yenə qızır. Onda artıq problem daha ciddidir.
Termostat ola bilər, su pompası, radiatorun özü tutulmuş ola bilər, hətta mühərrik blokunda çat ola bilər. Yəni artıq ustalıq işdir. Bəli. Müasir maşınların soyutma sistemi kifayət qədər mürəkkəbdir. Təcrübəsiz müdaxilə, necə deyim, vəziyyəti daha da pisləşdirə bilər. Ən yaxşısı belə halda evakuator çağırıb servisə getməkdir. Gəlin yekunlaşdıraq. Deməli, əsas məsələ nədir? Mühərrikin qızdığını hiss edən kimi panika etmədən Düzdür. İlk əlamətləri tanımaq vacibdir. Sonra, dediyimiz kimi, peçi yandırmaq, təhlükəsiz yerə çəkib mühərriki söndürmək, soyumasını gözləmək. və təbii ki, profilaktika. Antifriz səviyyəsinə baxmaq, mühərriki təmiz saxlamaq, bunlar sadə şeylərdir, amma çox vacibdir. Tamamilə razıyam. Bu məlumatlar sizin üçün əslində həm pula qənaətdir, çünki mühərrik təmiri çox bahadır, həm də vaxta və əsəbə qənaətdir. Kiçik diqqət böyük problemin qarşısını alır. Sonda isə bir fikir də verək dinləyicilərimizə. Mənbələr əsasən böyük hissələrdən danışır. Radiator, pompa. Bəs o sistemin içindəki xırda, amma vacib detallar. Məsələn, o rezin şlanqlar. Hə, şlanqlar, onların xamutları, onlar da zamanla köhnəlir, çatlayır. Və ya termostat. Kiçik bir şeydir, amma ilişib qalsa bütün sistemi poza bilər. Düzdür. Bəlkə növbəti dəfə avtomobilinizə baxanda bu xırda, görünməz hissələrə də diqqət yetirəsiniz. Bu da bizim mənbələrdən çıxan bir nəticə.